Salam aleykum dostlar. Allahın salamı olsun hər bir kəsə. Mən özüm uzun müddət hərbiçi olmuşam. Ömrümün yarıdan çoxu forma geyinmişəm. Həmd olsun, əlhəmdülillah. Və hərbiçilərə aid bir şeir yazmışam, onlara ithaf eləmişəm. İnşallah ki, bəyənərsiniz. Fərqi yoxdur, hal-hazırda forma geyinib xidmətdədir, ehtiyatdadır, şəhid olub, qazi olub. Bütün hərbiçilərə şərəflə forma daşıyan bütün hərbiçilərə ithaf eləmişəm bunu. İnşallah ki, xoşunuza gələr. Mən ana haqqı üçün yardan keçərəm. Dövlətdən keçərəm, vardan keçərəm. Bir ana vətən üçün, bir də anam üçün bir an düşünmədən candan keçərəm. Vətənin namusunu tanıyanlara, qeyrətlə, qürurla yaşayanlara, formanı şərəfli daşıyanlara mən özüm sipərəm, qalxan keçərəm. Bir ana vətən üçün, bir də anam üçün bir an düşünmədən candan keçərəm. Kaş şəhid olardım torpağında mən. Kaş şəhid olardım torpağında mən. Ömrümün bu cavan çağlarında mən gəzirəm Kəlbəcər dağlarında mən. Ağlıma gəlməzdi buradan keçərəm. Bir ana vətən üçün, bir də anam üçün bir an düşünmədən candan keçərəm. Bu nə cür həyatdır, bu nə cür yazi. Bu nə cür həyatdır, bu nə cür yazi. Bu millət örnəkdir, dünyanın tacı. Görün nə deyir kör olan qazi. Gözümdən keçmişəm, qoldan keçərəm. Bir ana vətən üçün, bir də anam üçün bir an düşünmədən candan keçərəm. Bir ana vətən üçün, bir də anam üçün bir an düşünmədən candan keçərəm.